Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkinci hissədə yeni Dəmir yerdə. Bir daha xatırladaq. Premier Liga 4-1-ci abone Green Bay və Mərcan Klinikası üzrədir. Fasiləyə Green Bay 4-1 hesabı ilə öndə yollandı. 4-2 fasilədən qolla qayıdır Mərcan kollektivi. Asima topu torlara yollamağı bacardı. Fasilədə edilən məşvərət komandaya deyəsən yararlı olub. 2-4 fərq bir qədər azalır. Mən onu xatırladım ki 4-1-ci cavab oynadı bu. 4-1-in ilk oyunda Green Bay 5 hesabı ilə qələbə qazanmışdı. Bu görüşdə də hesab 4-2-dir. Hesab 9-4-dür. Xatırlatması dedik Green Bay'in lehinə. Asima, Samir Əliyev, yaxşı ötürmələr izlədik. Sanki ikincisi də daha istəyirlidir. Mərcan kollektivi. Asima, Samir Əliyev. Üsalı qatmaq istədəmləyə, burada müdaxilə var idi. Nizat kapitan daxil etmişdi. Asimal, Elçin Aliyev. Vüsalı qatdəmləyə, Vüsal Cəlili. Asiman yaxında özünü təklif edir. Görə nə edəcək? Ara ötürməsi Samiyev. Vüsal Cəlili. Səmti dəyişmək isə Elçin Aliyev. Bir qədər riskli ötürməkdir. Cavid Əşim oyunda pressing edirdi. Asimal. Samir Əliyev. Çuvarov zərbə və gol! Elçin. Çuvarov topu torlara yolladı. Fərq minimum enir. 3-4. Green Bay 4. Mərcan 3. Hesab 9-5. Fuat. İkisi də baxımlı qola imza atmışdı. Baş zərbəsində topu torlara yolladı. Burada Fuat elə keçirdi. Cinad Əşli, Əli Bala. 2 gol var, dubl edib. Cavid Əşimov. Fuat iti bucaq altında zərbə. Kör nöqtə idi. Əkrəm burada keçid vermir. Yaxın küncünü bağlamağa bacardı. Vüsal Cəlili. Cinad Əşli, Elçin Aliyev. Cavid. İndi təqib edir rəqibini. Pressing. Topu meydanda saxlama mümkün olmadı. Elçin Çuvarov. Elçin, aldacı cəhdlər. Burada səmti dəyişmək istədiyi alınmadı. Samir. Elçin çatmır, top həmlə davam edəcək. Elçin. Zərbə imkanı vermədilər. Geriyə doğru ötürmə. Gerdən əmlə qurulacaq Asiman. Elçin toxuna bilmir. Yeni gələnlər biz xoş gördük. Fasilədən sonra yayım hər zaman aşağı düşür. Bir dənə bəyənək də zəhmət olmasa bəyənək paylaşaq. Bəli, spor sevdim. Samir Əliyev topun arxasında. Vüsal Cəlili. Samir'in məhsulları ötürməsində. Vüsal topu torlara yolladı. 4-4. Fasilədə. Nə danışıldı? Bilmirəm amma bu komandaya çox yararlı olur. Premier Liga 4-1 cavab oyunu. Hesabda 4-4'lük bərabərlik var. Daha bir top etkisi, daha bir zərbə. Nələr izləyirik? Bir möcüzə mi gəlir? Möhtəşəm bir comeback mi izləyəcəyik? Əli Bala, Cavid Əşimov. Cavid Əşimov.
Eşimov. Qoldan sonra. 5-4. Tibucaq altında kör nöqtə. Qüvvətli zərbə. İşrəm heç nə edə bilmir bu zərbə önündə. Green Bay yenidən öndədir. 5-4. Asimov. Sol Cəlili. Samirə doğru ötürmək vana çatmır. Elçin Çuvarov. Samir indi yenidən təzyiq edirdi. Elçində qaldı top. Yəni bağlıdır. Geriyə doğru ötürmək Elçin Aliyev. Aliyev. Təzyiq var. İtirdi. Fuat. Fuat zərbə. Sonunda bir toxunuş var idi. Korner olmalıdır. Alferona gözündən yayındır referinin. Burada bir toxunuş var idi. Elçin, oldacı cəhdlər. Samir Əliyev. Son müdaxilə Nicatdan. Elçin. Çöməyə imkan vermədilər ona Fuad. Əksəmli olacaq. Diaqanlı ötürməli bala. Çevrə bilmir. Vüsal Cəlli müdafiədə səhvsiz oynadı. Asimov. Gəlin, bak kilo ver sonra, qaydın. Birimiz qaydın, birimiz sıxın. Elçin. Taban ötürməsi Asimanı boşa çıxardı. Asiman. Samir özünü təklif edirdi ona. Doğru əmlə idi. Alınmadı. Cavidə. Cavidə Şimov müdafiəni hazırlıqda yaxalayıblar. Fuat zərbə. Bir qədər də xəsis davrandı. Ötürmə də verə bilərdi. Geriyə doğru Cavidə Şimov boşda idi. Cavidanın zərbəsi Əkrəm. Yaxın küncünü bağladı. Əli Bala. Ötürmə idimi yoxsa zərbə mi? Zənəbcə sualın cavabını Əli Baladan savaya heç kəs bilməyəcək. Elçin. Cavidan var önündə. Vüsal Cəlili. Bir ara ötürməsi. Top meydana çıxardı. Samir. Bir ara ötürməsi keçmədi. Nicat yenə müdaxil olunan. Cina boyunca irələdi. Nicat! Hər kəs intizarda saxladı amma nəticə hasil olmur. Gəlin. Sabit bir adam götür özündən, Fuat qaçdı. Asimov. Elçin. Asimana çıxardı. Ötürmə. Zərbə. Belə bir şansı, belə bir epizodu boşa verdi. Mərcan kollektivi Samir. Boş dedi zərbəsində. Topu qapının üzərinə vurdu. Hesab 5-4'də bir daha xatırladaq. Green Bay 5. Green Bay 5. Mərcan Kilikası 4. Mesab isə 16'dır. Cavid Əşimov. Asimov. Vüsal Cəlili. Fuat. Referi qayda pozunçu qeydə alır. Minidə offside yoxdur. Hesab bir daha qeyd edirəm. 5-4'dür. Green Bay 5. Mərcan Kilikası 4. Son 15 dəqiqə. Bunda xatırlatmasını edək. Cavidan yüksəlmişdi. Baş zərbəsi entirdə alınmadı. Əkrəm. Asimov.
Samir Əliyev. Samir bir ara ötürməsi Elçin. İstədiyi kimi aram edə bilmir. Burada referi kobudluq qeyd alır. Təhlükəli bir nöqtədən cərimə zərbəsi izləyəcəyik. Görə zərbəni kimi yenə etirəcək. Standart vəziyyətlər zamanı ən çox biz Asimanı görürük topun arxasında. Məhz Asiman uzaqlaşdı. Elçin zərbə indirmək istəyir. Hərçənd ki, cərimə meydan səsəndəvərində 3 komanda yoldaşı var. Bu bir ev tapşırığı da olmuş ola bilər. 2 nəfərdən ibarət sanılsa, bəli, ötürmə ilə başladılar Elçin Əliyev. Görə nə edəcək? İtirdi topu. Fuat! 2-nin 1-ə. Fuat ötürmə, zərbə və gol! Əli Bala əff etmir. Rəqibi səhvini bağışlamadılar. 6-4. Samir Əliyev. Elçin Çuvarov. Ekran beğenenler sağ olun, var olun. Aşağıda darınızı görürüm. Sizlərə ayrıca minnətdaram. Məsələ sizlərin nə sualınız varsa buyurun yazın. Mən də cavablandırmağa hazıram. Cavidan, Fuat yaxşı ötürmələri izlədik. Cavidan ram etməkdə çətinlik çəksə də topunda qalmışdı Əli Bala. Burada səmti dəyişməksə Fuat. Zərbə çəkdi Əli Bala və gol! Daha bir gol gəldi. Yenə bu ikili, yenə Fuat Əli Bala ikilisi və yenə bu kombinasiya gol gətirir. 7-4. Daha bir top etkisi. Bir anlıq məhz Mərcan kollektivi bizə comeback-i geri dönüşüb. İzlədə bilərdi deyə düşündük. Amma Green Bay yenidən hesab arasındakı fərqi artırmağı bacardı. İlk hissədən 4-1 üstünlüylə qayıtmışlar. Hal-hazırda 7-4 hesabı ilə öndədirlər. Fuat! Kaputeri. Birden burada! Mahir! Futbol şuna gediriyor ancaq! Şırbağı salmışım ancaq burada. Futbolu yığışdırmışım. Asimov. Olmaz, ancaq şırbağı koyar. Sen sağlıksan kardeşim, onlar da birbirinden intriga yapıyor. Elə ki, finalda burada göndərəcəm. Sen eleme ki, onlar da birbirine intriga yapıyor. Yavaş, oynuyor. Cavidan Əli Bala zərbə keçmədi, təkrar həmlə. Green Bay adına məhz məşqçi korpusu sarı vərəqə gördü. Digər tərəfdə isə səhv etmirəmsə Samir Əliyev. İki rəsmi xəbərdarlıq izlədik. Bir dəqiqəlik taymat olacaq Mərcan adına. Atanur Rədiyə üçün təşəkkür. Bu arada sən də təbrik edirəm bugün vurduğun qolu ilə bağlı. Məni ipdən asıblar, ipdən asılmışam mən. Hesab 7-4'dür, bir daha qeyd edək. Mərcan 4. Green Bay 7. Dağlı çox sağ ol. Bir dəqiqəlik timeout. Hər bir komandanın hər time'da bir timeout haqqı var. Bilməyənlər üçün qeyd edib, aleykümselam, xoş gördük yeni gələnlər. Spor seri idman meydançasında çəkiliş üçün yerlər var. Mərcan bəli, hal-hazırda göstərdiyi Mərcan kollektivdir. Green Bay isə ağ formada çıxış edir.
Bu Xəzər Futbol Liqası deyil. Bunu xatırladım. Bu Premier Liqadır. Premier Liqanın 2025-26 mövsümü 4-də 1-in cavab oyunu. Bir adamın dalında gelir. Öyle bir ne olur? Burada tek oynayır. Timeout bitir. Oyun qaldığı yerdən davam edəcək. Yan xəttə top hərəkətliyi qazanmalıdır. Da Vüsal Cəlliyə qarşı kobudluq var. Meydanın sol tərəfdə ağ formada Green Bay, sağ tərəfdə yaşıl formada isə Mərcan Kilikası çıxış edir. Green Bay'in 7-4'lü üstünlüyü var cavab oyununda Mərcan önündə. İlk oyun nəticəsində məhz 5-2'lik qələbə ilə yekunlaşmışdı Green Bay. 5-2 hesab ilə qələbə qazanmışdı. Hesab 12-6'dır. Standart vəziyyət. Zərbəsi bir qədər əvvəl digər cinahdan yeni yetirilən standart vəziyyət ev tapşırığı düzgün yerinə yetirilmədi. İlçin Aliyevin topu itirməsindən sonra rəqib belə keçirib toplara yollamağı bacarmışdı. Görə bu səfər zərbəsi necə yerinə yetirəcəklər? Asima deyəsən birbaşa qapını düşünmək istəyir. Amerika qapısına diqqətli 2 nəfərdə ibarət canlı sədd var eləməz. Zərbə canlı səddə dəydi. Asiman bitirmə ünvanı çatdı Samir. Elbrus Məhərrəmov. Elbrus sonunda bir toxunuş. Vüsal Cəlili. Qayda pozulmayıb davam etmək lazımdır. Vüsal indi məhz indi qayda pozulsu. Qeydə alınır. Deyəsən bir rəsmi xəbərdarlıq da olacaq sarı vərəqədə. Elcibə getdi Mahir Alferino. Ruslan Olaverdiyev sarı vərəq ilə cavablandırılır. Tabir zərbəsi, tabir standart vəziyyət. Yeni Asiman topun arkasında. Qapı qarşısını ötürmə. Tez toxuna bilmir. Mərcanla da gələcək bir gol komandanı həvəsləndirib, ümidləndirə bilər. Rəqib adına gələcək gol isə komandanın rəqibin qalan ümidlərini qıra bilər. Elbrus! Bax, belə şansları, belə epizodları dəyərləndirmək lazımdır. Hələ də ki hesabda geridəykən. Namid, Əli Bala. Cavid Əşimov. Ruslan topu buraxdı qapısının. Önündə qapısını çaşdırmaq üçün. Etin Suvarov. Asiman. Asiman'a irələmə imkan vermədilər. Ruslan Alaverdiyev. Nicat. Soyuqlanladı. Samir'in təzyiqi var. Nicat top sanki ayağına yapışıb. Nicat! Və keçmədi. Nahamid baş zərbəsi ilə uzaqlaşdırır. Əli ilə həmlə etmədi. Sol Cəlili. Hamid rəqibin qarşısını kəsmişdi Elçin. Elçin zərbə. Hamiddən keçid yoxdur. Cavid Əşimov. Cəlili bir qədər ələdi Asiman. Elçin. Səlibala təzyiq edirdi. Asiman zərbəsi keçidi yoxdur. İlgələrimizi xoş gördük. Ekran bəyənib paylaşanlar sağ olun, var olun. Aşağıda darınızı görəm. Sizlərə ayrıca minnətdaram.
Daha bir korner eyni icrata və yenidən. Samir zərbə endirə bilmədi. Fuad. Əli Bala qapçı ilə birə-birdir. Elbrus da artıq geri qaydırdı Əli Bala. Seçim zərbə endirməkdən yanaydı. Uğurlu alınmadı. Cavid Əşimov bir aldadıcı cəhət. Cavid! Rəqibin qalan ümidləri qırıla bilərdi. Ay yazıqlıq gəlsin Nicatın oyununa. Heç olmasa buna yazıqlıq yəni. Fuad. Ronaldo Nicatın oyununa yazıqlıq. Nicat bir aldadıcı cəhət. İkincini də aldatma bacardı amma da sonra qayda pozulsun. Samir daha ehtiyatlı, daha diqqətli olmalıdır. Pasivində sarı vərəqə var. Nə olsa. Abi, hadi. Mən onu testi etmişim. Hadi o deyə. Məşə səttində bir standart vəziyyət cərimə zərbəsi izləyəcəyik. Əli Bala, Cavid Əşimov. Vişal Cəlili. Mərzanadan yeni bir əmlə Asiman. Görmədi Elçin Çuvarovu. Geçinaqda boş hərəkətləmişdi. Vişal! Cəlilin zərbəsi Namid. Zərbəni qarşısını kəsməyə bacar Elbrus Məhrəmov. Əli Bala. Fuad da qatılıb əmləyə. Əli Bala! Alınmadı. Allah gaga. Kim oynadı oynayacağız. Burası şeydir. Ender Park. Al abi. Ama var. Ready yap. Artıq zənimcə qeyd etmək olar ki, Green Bay qələbədən növbəti mərhələdən məhz dəqiqələr ayırır. Belə görünür. Bu görüşdə hesab 7-4-dür. Green Bay 7-4 hesabı ilə öndədir. Rəqib Mərzank Liqası önündə ilk oyun nəticəsində 5 olmuşdu. Odur ki, 12-6'lıq bir üstünlüyü var. Vişal Cəlili özünü yaxşı hiss etmədiyi üçün refer oyunu dayandırmışdı. İndi bərpa olunub. Asimal, Samir. Neden Asimal'a doğru ötürmə Cavid Əşimov rəqiblə mübarizə apardı. Ötürmə keçmədi Cavid. Cavid Əşimov Samir aldatma bacardı. Cavid Əli Bala. Gerisində qalır ötürmə. Elçin Çuvarov. Şey oyuncu Mozambik'ten çempiyonat olur. Orada oynayanlar olur. Onlar çok Cavid Əşimov bir aldadıcı cəhət. İkinci həmləni də ötürməni də klas şəkildə vermək istədi, amma alınmadı. Sen neynəmsən, sən eləmsən. Bayaq ona neynədəsən, Allah haqqı oynamır. Bu gözəl. Bizim oyunda çıkarsa. İlla bu hey. Şimdi da məzələnin düşsün, tamam. Bir ar ötürməsi keçmədi. Abi. Cavidim. Ferhat Oba Gəlmişsən. Refer də sağdan nəzəri yetirir. Hedi kilitlə oyuna şey yaratmış. Son epizodlardır, son cəhdlərdir bunu xatırlatmasını edək. Bir qədər oyuncular yerdə qalmışdı. İndi itirilən vaxt kompensasiya olunur. Ara. Nicat. Əli Bala. Fuad.
Samir. Bir ötürməsi Asimana çatmadı. Gözlər referdə bəli. Referi qarşılaşmanı bitirdi. Maraqlı mübarizə izlədik. Greenbay komandası qələbə qazanır. 2 oyun nəticəsi. Məhz onların xeyrinədir, leyhinədir. Yarı finalın növbəti mərhələyə vəsqə qazanan tərəf onlardır. Amma Zərimcə hər iki komandaya təşəkkür düşür. Gözəl oyuncu. Hər iki komandaya uğurlar arzu edirik. Növbəti oyunlarda görüşmək dileğiyle. Sağ olun, salamat qalın.